ad dəyişdirmək İslamı qəbul edən şəxs üçün vacib deyil. Hətta düzgün deyil. Əgər o ad İslama müxalif deyilsə. Niyə görə? Çünki belə baxanda Peyğəmbər sallallahu əleyhi və səlləm ərəblərin yanına gəlmişdi. Ərəblər də onların İslam adları deyildi. Məsələn, Ömərdir, Əbu Bakırdır, Əlidir, Osmandır. Bu adlar İslamdan qabaq bunlara qoyulmuşdu. Müşrik valideynlər qoymuşdular bu adları. Və lakin bu adlarda pis bir məna yox idi deyənə Peyğəmbər sallallahu əleyhi və səlləm bu adları dəyişdirmədi. Və lakin o adlardakı pis məna var, onları dəyişdirmək lazımdır. Məsələn, Allahdan qeyrisi kiməsə qul olmaq. Məsələn, Abdülvəli, hansısa vəlinin qulu, Abdu Ömər, Abu Bakır, məsələn, Abdülhəsən, Abdülhüseyn. Onların dəyişdirmək lazımdır çünki mənası pisdir. Yəni Allahdan qeyrisinə ibadət deməkdir, qul olmaq deməkdir. Və yaxud da əgər pis məna daşıyan adlardır, hətta özünü tərifləyən adlar varsa, məsələn, sahabelərdən birinin, qadınların birinin adı Barra idi. Yəni salih qadın, belə özünü tərifləyən bir ad idi. Peyğəmbər sallallahu onu dəyişdirdi. Xülasə, müxalif adlar varsa İslama, onu dəyişdirmək lazımdır. Yox, əgər müxalif adlar deyilsə, hətta məsələn Rus adları olsun, ya da Avropa adı olsun. Əgər müxalifçilik yoxdur orada İslama, o adı dəyişdirmək əslində düzgün deyil.